17 nəfəri paylaşmışam. Deməli, hə, bax, odur, bax. Bu gədə niyə məni paylaşır, güya komaya düşmüşəm deyə. Bunun bağışçısını 50-50'ye komaya salmayacağım mı? Bu gədənin anasını 50-50'ye komaya salmayacağım mı? Bu anası əllenməli, dillənməli, nə bilim, bu pazlanmalı bu gədə. Niyə bizdən əl çəkmir? Hə? Bala, o cipi zadı hardan alırsan? Bu nə surdu, bu nə sıfatdır? Niyə məni paylaşırsan ki, Qabil komaya düşdü, Qabil öldü? Niyə eləyirsən, bala? DTX-nın tulası. Polisin işverəni. O cipi hardan almışsan, o gözəl yerlərdə nətəri gəzirsən, o bahalı geyim əlbisəni hardan almışsan? Nə istəyirsən məndən? O vaxtı, piyan vaxtı ananın yanında olub, ananı çaldırıb sonra pulunu verməmişəm mi? Mən çaldırdıqlarımın hamısının pulunu vermişəm. Yox, əgər sənin də ananı, təsadüfən arvadını hansısa yerdə mən nə şeyləmişəmsə, pulu yadımdan çıxıb verməmişəmsə, yadıma sal verim də nə, qadası, ay Ramin əfəndi. Ay Ramin, mamadan soruş gör, açıq desin, nə qədər borcumuz var bizim. Olmaz axı belə şey. Bugün mənə cəmaat ağlayır, neçədən səs eşitdirərəm sizə. Ağlaya-ağlaya mənə səs atıb insanlar. Qabil, sənə nə oldu? İnsanlar ağlaya-ağlaya. Baxdım bunun paylaşımına. Dedim, görüm cəmaat mənim ölümümə sevinirmi dana? Cəmi yüzlərlə mesaj yazılmış. Tamam, Allah şəfa versin, inanmıram, Allah şəfa versin. Qabil ölüm odda yanmaz, suda batmazdı. Allah eləməsin. Bunu hansı şərəfsiz paylaşır. Belə yazılar var da. Cəmi 3 dənə troll. Biri özüydü onun da biri özüydü. 2 dənə troll. Cəmi yalandırsa doğru olsun. Yazmışdı. Qalan hamı Qabili sevir. Bunlar elə belə uğraşdı, elə hökumətin tapşırığıyla belə şey paylaşırlar ki, bax, xalqın mineniyasını yoxlayırlar. Xalqın hisslərini yoxlayırlar. Qabilə qarşı sevgisini test eləyirlər. Bəli. Bunlar artıq bilirlər ki, bunlar onu düşünürlər. Sabah prezident kim seçilə bilər? Sabah keçid hökumətini kim təşkil eləyə bilər? Real səs vermə olsa Qabil nə qədər səs toplayar? Bunlar hamısını analiz eləyirlər bu. Bu Putinin söyüş söyməyi, bu nədir, Baxçəlinin söyüş söyməyi, necə deyərlər, Trump'ın söyüş söyməyi, bunlar mənə sərf elədi. Bunlar elə obraz yaradırdılar ki, bu söyüş söydüsə bundan prezident olmaz. Nətər, Sovet hakimiyyətində Yeltsinin ən yüngül sözü yoxdur, vaymat idi. Təhlükəsizlik Şurasında qadınların döşünü eləyirdi. Ölkə başı İlham Əliyevin Gürcüstan səfərində bir şey diqqətimi çəkdi. Dövlət Mühafizə Xidmətinin rəisi general-mayor Fərid Əsgərovun fikrə getməsi, müəmmalı halı nə baş verir onda? Xeyr, Əliyevin Gürcüstan səfərində təfərrüatlar, səbəblər, kimlərlə nə görüşlər keçirib, niyə barəsində danışmayacağım. Sizə nə xeyri, mənə nə xeyri. Bakı-Ceyhan kəmərinin Gürcüstandan keçməsi, alışlar, verişlər, Əliyevin ticarəti, bundan heç kəsə xeyri yoxdur, ona görə də danışmaq fikrimdə yoxdur. Amma Əliyevin təhlükəsizlik xidməti bildiyiniz kimi mənim maraq dairəm olduğuna görə bu halın üstündən keçə bilməzdim. Xahiş edirəm, videonu sonuna qədər izləyin, bəyənin, paylaşın, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən gerçəklərdən vaxtında xəbərdar olasınız. Bəs Dövlət Mühafizə Xidmətinin rəisinin başına nə gəlib? Gürcüstanda İlham Əliyev həm Gürcüstanın prezidenti, həm Gürcüstanın
baş naziri, həmçinin də ki, Gürcüstanın ali rəhbərlikdə olan partiyasının sədri ilə görüşlər keçirib. Gürcüstan prezidenti ilə görüşə gələrkən Əliyevin avtomobili dayanır. Diqqət ekrana, nə demək istədiyimi görəcəksiniz. Fərid Əskərov qabaq qapıdan düşür, İlham Əliyevin qapısını açır və qapı açıq qalır, açıq qalır, açıq qalır, açıq qalır. Xeyli açıq qalır. Fərid mənim burada xeyli fikrə gedir. Bir əsgərdən sonra real həyata qayıdır. Bəzilərinizdə başqa normal deyəcəksiniz ki, haldır, bu fikir formalaşa bilər və yaxud da ki, deyə bilərsiniz ki, bunu biz bilmirik, prezidentin təhlükəsizlik xidmətinin rəisi daha yaxşı bilir, qapını açıq mı saxlamaq lazımdır, bağlı mı saxlamaq lazımdır, nə qədərə kimi açıq saxlamaq lazımdır, geri qayıda bilər İlham Əliyev, hər an hər şey başına gələ bilər və geri qayıtmaq məcburiyyətində qalır, ona görə də qapı açıq qalır. Bunlar nəzərdən keçirilmişik, bunları mən çoxundan yaxşı bilirəm. Əliyevin mühafizə xidməti mənim diqqət dairəmdədir. Nə addım atırlarsa, ciddi izləyirəm. Deməli, İlham Əliyevin baş mühafizəçisi Fərid Əskərovun fikirli olduğu buradan görsənir. Yəni ki, o qapını xeyli açıq qoyur. Protokol qaydalarında da belə bir şey yoxdur. Təhlükəsizlik qaydalarında da belə bir şey yoxdur. İstisna hallardakı kimi çox böyük təhlükəli məqam yarana bilər və o zaman qapını açıq qoyur və yaxud da ki, Əliyev və ya hansısa bir prezident avtomobildən düşür və geri qayıdacaq. Bu səbəbdən də qapı açıq qalır. Amma burada Fərid Əskərov harasa gedir, beyni harasa gedir, diqqəti yayınır və yalnız İlham Əliyevin artıq tam gözü ilə görür ki, Əliyev artıq getdi və buna görə də qapını da örtmək məcburiyyətində qalır və real həyata qayıdır. Bəs indi deyə bilərsiniz ki, yox, birdən ola bilərdi ki, o geri qayıdacaq. Öyle də düşünə bilərdi. Xeyr, mən sizə indi bu videonun davamını da göstərirəm. Fəxri Qaravul düzülmüşdü diqqət ekranlara və Fəxri Qaravulda orada planlaşdırılırdı. Salam versinlər, sonra da girsinlər inzibatı binaya. Mən xəbərdaram ki, Fərid Əskərov fikirlidir və bir məlumatım da var ki, keçənlərdə İlham Əliyev onu hansısa məsələ ilə bağlı ciddi danlamışdı, bir eyib tutmuşdu və tənbih etmişdi. Bu fikirdirmi, yoxsa Bəylər Əyyibovun adamlarının, konkret Robert Əyyibovun verdiyi məlumatlara görə Fərid Əskərovun prezidentin qızı ilə münasibətləri var. Bu münasibətdə bir gərginlikmi yaşanıb, ondan da xəbərim yoxdur. Amma Fərid Əskərovun burada fikirli olması diqqətdən yayınmır, ən azından mənim diqqətimdən yayınıb və təhlükəsizlik xidmətinin işçiləri arasında da onlar da çox gözəl bilirlər ki, burada nəsə baş verir. Qeyri-adi nəsə bir şey baş veribdir və baxın, əslində ölkənin prezidenti başqa ölkələrə səfər edirsə və orada rəsmi görüşlər keçirəcəksə və onun avtomobildən düşərkən həmən ölkənin təhlükəsizlik xidmətinin əməkdaşı qapısını açır və prezident o zaman gəlir həmin ölkənin prezidenti ilə və yaxud da baş naziri və yaxud da rəsmisi ilə görüşür və qapıda dərhal örtülür. Ən azından, yəni bu ehtiram qaydası olaraq 1 metr, 2 metr addım atdıqdan sonra qapı bağlanır. Qapının tam yanında onunla salamlaşarsa, o zaman qapı açıq qala bilər. Çünki qapı örtülmək prezidentin özünə fiziki baxımdan maneçilik törədə bilər. Lakin, baxın, arada ən azından 6-7 addım var
və burada Fərid Əsgərovun qapını örtməsi labüd idi, lakin örtmür. Bir məna çıxır burada ki, Fərid Əsgərov fikrə getmişdi. Hara getmişdi? Görək, onun başına nə gələcək? Onun adamları dövlətin müvafiq başqa qurumlarında da davalardadır, ondan da xəbərim var. Fərid Əsgərova qarşı Dövlət Təhlükəsizlik Xidməti rəisi Əli Nağıyevlə Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov da birləşib bunu devirmək istəyirlər və Fərid Əsgərovun müavini Xambala Oruzov Fərid Əsgərovun yerinə gətirilməsi planı var. Bilmirəm də, bəlkə də Fərid həm də buna görə fikirlidir, amma mənim diqqətimdən yayınmadı. Arkadaşlar, gözəl xudmani efirimiz gedir. Bir gələk bura baxım. Aha. Bura baxım. Deməli, dəyərli həmvətənəm. Maşallah, yeni qoşulan izləyicilər, bütün şərəfli insanlara deyir, ha, qabil deyir, ha. Yəni, efirinizdə tık-tık tıkıldadın, fıskırsın, bəyənməmiz, baxış sayımız fıskırsın. Bizə qalan budur da. Bizə qalan budur. Bizim inşallah zəhmətimizin nəticəsini yaxın gələcəkdə görəcəksiniz. Vallahi də, billahi də çox gözəl işlər gedir. Naraçıya başqa bir əsas yoxdur. Bizə siz inqilaba hazır olun, üsyana hazır olun, inqilaba hazır olun. Qisas alın, qisas. Hamınızın, hamımızın anamıza, bacımıza, nəslimizə, kökümüzə Əliyevlər təcavüz edir. Kimisinə Heydər Əliyev, kimisinə Mehriban, kimisinə İlham, kimisinə nə bilim onların babaları Şamiyan represiyaları, Şamiyan represiyaları. 15, 5, 15, 18, 22, 36, 56 represiyalar. Kimisinə onda qırğın eləyir. Məsələn, mənim başıma bir neçə fəlakət. Mənim anam ki, mənim anam əslən İğdırdandır. Qars bölgəsi İğdır köyü, İğdır rayonu Kazıqışlaq köyü. Kazıqışlaq köyündəndir mənim anamın əsli oradan. 1905-ci ildə 5-ci ildə 2 dəfə hücum olub o istiqamətə. Əsasən 15-ci il idi də, səhv eləmirəmsə, o Araz çayında apardılar, Araz sel apardı. Elə bir Şamiyan, ermənilər Şamiyan liderliyində, başçılığında, birisi də təşkilatın rəhbəri Şamiyan idi. Marksizmlə belə şərəfsiz yaratmışdı. Deməli, dəyərli vətənlərim, Araz, orada ermənilər qırırlar bizimkiləri, qırırlar. Qıran kimi insanlar özlərini Araza tulluyur da, bu tərəfə, bizə tərəf keçmək istəyirlər, o tərəfdən qırırlar. Təsəvvür edin, Araz çayda həmən vaxtı gur gəlir, çox möhkəm gəlir. Yəni, bütün qohumlarımızın bir hissəsini Araz çayı aparır. Və salam. Sonradan gəlirlər, həm Vartaşenə yerləşən, Naxçıvana yerləşirlər, orada nəsil köy salırlar, sonra Yevlağa gəlirlər. İndi sözüm ondan getmirəm. Mənim nəslimi, kökümü bir dəfə 5-ci, 15-ci ildə qırdılar. Dəyərli vətənlər. Sonra bir dəfə də 1-ci Qarabağ döyüşlərində qırdılar. Hələ şəhidlərimizi tapmamışıq, itkin düşənlərimizi. Bir dəfə də aprel döyüşlərində qırdılar, bir dəfə də bu savaşda qırdılar. Dəyərli vətən, nəslərimizi qıra-qıra gedirlər. İndi sözüm indi ondan getmir, başınıza dönümsün. Əsas məsələ odur ki, mübarizəmiz nəticə verməlidir. İlham Əliyev sülaləsi, Dədə Bala Əliyevlər hər birimizin evinə qan, qada, bəla gətiribdir. Bəla gətiribdir. Azərbaycanın belə müstəqil olmağındansa, kaş belə müstəqil olmayardı. Başımızda Paşinyan olardı, Paşinyan. Fars olardı, Fars, Əli Hamineyi, indi oğlu. Nəm Rus olar, belə müstəqillik lazımdır öyle ki. Mən sual da verirəm, belə Qarabağın azadlığı lazımdır mı? Hamı deyir ki, qardaş, içinə pox olsun belə Qarabağın, yuh olsun belə Qarabağın. Bizə belə Qarabağ lazım deyil də ki, istəmir ya ki, belə Qarabağ. Belə Qarabağ istəmir ya, bugün paylaşmışam, alem deyir bunu,
Qarabağı çevirdilər korrupsiya mənbəyinə. Əvvəllər korrupsiya eləmək üçün lazımsız 3-cü liqa idmançılarını gətirdilər, 3-cü sort idmançıları gətirdilər, Avropa oyunu güya keçirirlər, milyardları yedilər. Velosiped yarışlarından, Eurovisionlarla, nə bilim, hansısa bir o Formula 1-lərlə milyardları yedilər. Yəni, büdcəni talamağa vasitə lazım idi. Qəsdən Rusiya ilə bir yerdə tektonik raketi atdılar şimal bölgəsinə. Yalan deyən Pozğunun balasıdır. Burada sizə deyirəm. Yalan deyən Xaçaturyanın balasıdır. Bax. Kim şimal zonasındadır? Bax, sayıram ha. Zaqatala, Qax, Balakən. Kim bu zonalarla əlaqəsi var, ya özü oradandır, mən yazsın. Ya yaxşı dostu var, əlaqəsi olan adam var, mən yazsın. Xahiş edirəm yazın. Xahiş edirəm yazın. Xahiş edirəm yazın. Xahiş edirəm. Kimin Zaqatalada, Balakən, Zaqatala, Balakən, Qax, Şəkinin Qaxa tərəf hissəsi. Oralarda qohumları var, yazsın ki, mənim qohumum var. Ya mənim adamım var, mənim tanışım var. Yazın. Deyələm vətənəm, vallahi billahi deyirəm, zəlzələ oldu ha şimal zonasında. And olsun Allaha deyirəm, bir həftə qabaqdan, 10 gün qabaqdan hamı danışırdı ki, filan vaxtı zəlzələ olacaq. Bax, yalan deyən köpək oğludur. Bax, Aleybat bazarında da olmuşam, Zaqatala bazarında da olmuşam, çox məclislərdə olmuşam. Deyir, ha, kişidir, mən zəlzələ olan vaxt oralardayıq da. Deyir ki, görüm zəlzələ, yox, mən orada döyüldüm. Mən oralarda döyüldüm, amma mənim adamlarım var, hərbiçi yoldaşlarım var, mənim qohumlarım var. Bax, hamınıza sizə xahiş edirəm. Liboy adamlar deyin ki, ay qardaş, hətta burada eşidən varsa yazsın onu. Bax, burada eşidən varsa yazsın. Bütün Zaqatala, Qax, bütün Aleybat bazarı, bütün hər yerdə hamı deyirdi, bax, filan vaxtda zəlzələ olacaq. Evdə olmayın, zəlzələ olacaq. İlham Əliyev pul silmək üçün tektonik silahdan Rusiyadan attırdı, zəlzələ yarattı. Xəbəriniz var nə qədər pul yedi? Xəbəriniz varmı? Neynədilər? Mehribanın, İlhamın şirkətlərinin ağacıdır o. Yararsız ağacıdır, yararsız şifridir. Bax, tökdülər materialı. Hamı özü tikir. Bax, ailə, nəsil, indi ev dağılıb da, ev dağılıb, tutaq ki, zəlzələdən ev dağılıb. Ya yarar sala düşüb. Tikmək pulunu vermədilər. Heç nə vermədilər. Sadəcə hər evin üzərindən 150-200 min pul yedilər. Hər evin üzərindən 150-200 min pul yedilər. Nə elədilər? Cəmiyə 1-2 kub taxta tökdülər, o çardağa taxta. Bir də o lazımsız o virus yayan şifir var, ha, şifir. Onu tökdülər. Şifir taxta. Vəssalam, tik. Evin üstünü düzəlt. Bəzi adamlara da daş tökdülər. Bəzi barmaqdan sayıla biləsi adamlara. Vəssalam. Sonradan ağardılar. Sonradan ağardılar dəyərli həmvətənlərim. Bütün o bölgənin acca evi köhnədir, acca çat var da, acca çat var köhnə. Bizdə çoxsa orada torpaqdan tikilir axı ev, ay balası deyirlər belə. Hamıdan o kasıb insanlardan, 5.000 ver saat ev titirəcəm, 10.000 ver ev titirəcəm, 2 mərtəbəyə bu qədər. Hamının pulunu yığdılar, milyonlarla pul yığdılar. Kimin evi köhnədir, ya bir balaca, xoşa deyir, davay təzə titirəcəm. Hamının pulunu yığdılar, yoxa çıxdılar. Cəmi fövqəladədə bir dənə polkovnik, leytinat cəzalandı, güya həbs edildi. Onu da sonradan dedilər, o da qaçıb ha. O bir də 2 nəfər. Güya ki, İlhamın xəbəri yoxdur devlətin, bunlar yığıbdır. Şəxsən mənim qaynımdan 5.000 pul almışlar, 5.000. Güya evini təzdən tikəcəyik, ya material gəlib tökəcəyik. Vəssalam, batdı. Şəxsən mənim qohumlarımın hamısından aldılar. İndi sözüm indi ondan getmir. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Sözüm indi ondan getmir. Bu barədə məlumatları olanlar yazsın.
Bax, sel daşqını oldu ha, sel daşqını oldu. İnanın Allaha, hamı dedi Kəmaləddin Heydarovun dammasına görə oldu. Güya ki çayı belə Kür çayını o qədər qudurub boş ki, belə arx kimi açıb bu tərəfdən verib o tərəfdən yekə dammaları var idi. Ha, nə damma, elə dammam olur. Kürün qabağını, başını oynaşdılar Kürün ya bilərək ya bilməyərək. Neçə rayonu su bastı. Xəbəriniz varmı nə oldu? Yoxdur nə oldu xəbəriniz? İnan Allaha, orada Məhəmməd var. Mənim qonşumdur, orada işləyirdi Məhəmməd. Məhəmməd var. İnanın Allaha deyir ki, yüzlərlə traktoru eləcə suyun qabağına tulluyurdular. Yüzlərlə traktor var. Təp-təzə traktor, şadmanlar, traktorlar, Belaruslar. Belə suyun qabağına tulluyurdular ki, yəni suyun qabağını kəssinlər deyə. Bilirsiniz nə qədər pul sildilər? 10 milyardlar sildilər. İndi hökumət gedəcək, biz gələcəyik. Bax, qoyacaqlar ki qabağımıza, bax, zəlzəliyə görə 15 milyard. Qarabağa indidən deyirlər ha, Qarabağa görə 39 milyard. Hələ keçən ilə qədər Qarabağa qoyulan pul 39 milyard idi, milyard. 39 milyard bilirsiniz nə deməkdir? 39 milyard o deməkdir ki, Gəncə şəhəri daxil Samuxunla, nə bilim Göyəzəninlə, Mingəçevrinlə, Xaldan, o Gəncədən o tərəfə də, Goranboydan o tərəfə. Goranboy, Gəncə, Dəllər, nə bilim Ağıllılar, o tərəfə, Şəmkir, Samux, nə bilim Gədəbəy, Toz, Qazax, Aksa, hamısını Yevlaxdan tutun o tərəfə, Yevlax daxil hamısını söküb, yəni belə deyək də, bütün Azərbaycanın yarısını, bax, ölkənin yarısını tamamilə kanalizasiyalı, işıqlı, internetli, evli, eşli darmadağın eləyib sıfırdan tikmək olardı, sıfırdan. Suriyanın əhalisi nə qədərdir? 20 neçə milyon, eləmi? Suriyanın əhalisi 20 neçə milyon. Suriyanın ərazisi neçə dəfə Azərbaycandan böyükdür? Deyirsiniz, nə bilim, deyəcəksiniz ki, həm 5 dəfə, 3 dəfə, 4 dəfə, hər nəysə. Dəyərli vətənlər, inanın Allaha, Suriyanın təmir tikintisinə 160 milyard lazım idi. Dedilər, 160 milyard çoxdur təmir tikintiyə. 150 milyarda saldılar ki, Suriyanı yenidən, tamamilə daş-daş üstə qalmayan Suriyanı yenidən yaratmaq olar 150 milyarda. O uçulan şəhərlər deyirəm də, birisi orada Halep, Zat, çox şəhərlər uçdu axı. İndi sözüm indi onunla